Salam əziz izləyicilər. Deməli bu gün biz danışacağıq Pires proqramının ən son versiyasında, mühasibəti proqramında düzgün əməliyyatların aparılması barəsində, yəni biz o əməliyyatları necə düzgün aparmalıyıq ki, bizim işlərimiz də düzgün getsin. Deməli bizim proqram redaksiya 3.0 deməli ən son redaksiyadır. Biz proqram adına baxsaq, bizim redaksiya həm layihələr üzrədir, həm də ki bizim redaksiya 3.0.35 redaksiyadır. Deməli biz hardan başlayırıq? Bu Pires əməliyyatların düzgün aparılması üçün, Pires proqramda düzgün işləmək üçün biz əsas bölmədən biz yaradırıq birinci yaratmanın təşkilatı. Biz yaradırıq bizim təşkilatımızı. Fərdimi, hüquqimi, şəxsli, indi bizdə hala da hüquqdir. Yəni bizim bütün ümumi sistemdir. Yaratdıq seçmə bölməsinə. Biz yaradırıq bizim məsəl üçün şirkət belə yaradata yalandan MMC. MMC-ni böyük hərflə həmişə qeyd eləyin ki, sizdə burada avtomatik çıxsın. Başqa heç nə eləmirik. Özü məhdud məsuliyyətli cəmiyyətə TT MMC. Böyük mütləq şəkildə lazımdır. İndi ağlımıza gələni yazar. Sonra şirkətin bank hesabıdır, hesab nömrəsidir. Hamısını yaddaşa yazırıq və bağlayırıq. Biz bunu eləyəndən sonra bizim elə bir ki, Pires proqramında bizim şirkətimiz var. Əgər şirkətin bir bank yox, bir neçə bankı varsa, həmin bu bölmədən, bu yerdən bank hesabları var bölmə. Biz buradan yaratmaq eləyəndə şirkətin başqa banklarıdır, valyutadırmı, hansı valyutadadır, biz onu seçirik. Həmin biz banklarda yaradırıq ki, şirkətin yəni bir neçə bankı var. Evro hesabı var, USD var, rubl var, GBL var, sonra yaradırıq. Yəni ki, o problem deyirlər. Hamısını eləyəndən sonra birinci dərəcə biz şirkəti yaradırıq. Biz şirkəti yaradandan sonra keçirik o birincisi, yəni etap getməlidir Piresdə. Yəni ki, hamısı düzgün olunan şəkildə, belə deyək də, sizin heç bir probleminiz Piresdə yaranmayacaq. Nə mənfəətdə, nə debitor kreditor borçlarında, nə də depozit hesabında, nə əvəzləşmədə, nə bank hesablarında. Yəni ki, hamısını birinci dərəcə düzgün işləmək lazımdır. Bu bizim, yəni ki, qısa biz bunu deməli qərara verdik ki, qısa biz bu kursları qoyacaq, belə deyək də, bu məlumatları, yəni ki, hamı üçün rahat olsun.